Salam aleykum, xoş gördük hər birinizi, əziz izləyicilərimiz, əziz dostlarımız. Şafi olan Allahın 99 adından biri də şəfa verəndir. Mərhəmətli olan, bütün kainatı yoxdan var edən, əzəmmət sahibi, yaratdığı bütün canlılara ruzi verən, kərəm və mərhəmət sahibi olan, uca olan Allahın adı ilə hər birinizi salamlayırıq. Bugün 27 mart 2025-ci tarixdir. Xeyriyyətçilər yurdu, alimlər yurdu olan Azərbaycanın 3-cü ən böyük kəndi, Bərdənin 1-ci ən böyük kəndi olan Xeyriyyətçilər yurdu, alimlər yurdu, övliyalar yurdu olan Ləmbaran kəndindən hər birinizi salamlayırıq. Və hər birinizə mən Baxşeş müəllimin kanalında mühüm bir məlumat vermək istəyirəm və hər birinizdən bir xahişimiz var. Əziz xeyriyyətçilərimiz, əziz Ləmbaranlar və əziz dünyanın hər yerində yaşayan Azərbaycanlılar. Qəlbində, ürəyində Allah sevgisi, vətən sevgisi, dövlət sevgisi, insanlıq sevgisi olan bütün yaxşılardan dəstək istəyəcəyik. Belə ki, Ləmbaran kəndimizin insanlarından biri olan, hal-hazırda Bakı şəhərində, dövlət xəstəxanalarında əməliyyat olunmuş və hal-hazırda çətin bir durumda olan Ləmbaran kəndimizin sakinlərindən olan Rəhimov Rəhim Səfəroğlu ağır əməliyyat keçirib, ciddi müalicəyə ehtiyacı vardır. Ləmbaran kəndimizin xeyriyyətçilərinə olan bizim dəyərli qardaşımız Məhərrəmov Talih Aydınoğlu axşam məni yığdı, xeyriyyətçi Talih əmi. Dedik, Baxşeş müəllim, kanalın vasitəsilə elə mənim də adımdan, öz adımdan və Ləmbaran kənd xeyriyyətçi cəmiyyətinin qurucularından əsasından olan Abdullah Mədəd Səmədoğlu'nun adından, xeyriyyətçi Məmmədov Əmirxan Şabanoğlu dedi ki, mənim də adımdan, xeyriyyətçimiz Hacıyev Fərhad Fərrixoğlu dedi ki, mənim də adımdan, Əlmərdanov Vidadi Bəkiroğlu dedi ki, mənim də adımdan, həmçinin Süleymanov Vüqar Kərəmoğlu dedi ki, mənim də adımdan bütün insanlara bir müraciət eləyək. Bax, bu xeyriyyətçilərimizin adından. Ələxüsusda Talih əmi dönə-dönə tapşırdı ki, bir daha mənim də adımdan hər kəsə xahiş eləyək və həmçinin bu adlarını çəkdiyim xeyriyyətçilərimiz dedi ki, belə bir video sujet hazırla, bütün insanlara müraciət eləyək ki, Ləmbaran kəndimizin sakinlərindən olan Rəhimov Rəhim Səfəroğlu bizim dəyərli ağsaqqal babalarımızdan olan Tarix əminin qardaşı Bakı şəhərində dövlət xəstəxanalarının birində ağır əməliyyat keçirib. Demək, müalicəsi çətinliklə başa gələn bir xəstəlik var. Həmən xəstəlikdən də onu müalicə etmək üçün bu vəsait ailənin ev daxili olan gücündə deyildir. Həddindən artıq buna çox vəsait xərcləndiyinə görə, maddi ehtiyaca daha da çox ehtiyacı olunduğuna görə elə Talih əmi, bir də adı keçən xeyriyyətçilərin məsləhətləşdik ki, mənim kanalım vasitəsilə insanlara müraciət eləyək ki, Rəhim qardaşı müalicə etdirmək üçün əllərində kifayət qədər vəsait olsun. İndi xəstəliyinin hansı xəstəlikdən əziyyət çəkir, onu Talih əmi bilir, mən bilirəm, bir də ev əhli bilir, yaxınları bilir. İctimaiyyətə müəyyən açıqlama vermirik. Sadəcə olaraq xəstəlik həddindən artıq ağır olduğu üçün müəyyən şeyləri, tibbi vasitələri, müəyyən şeyləri Türkiyədən gətirilməliyik. Bu işə də Bakıda birbaşa Talih əmi özü nəzarət eləyək. Bu Rəhim əmiyə ki, hansı ki tibbi vasitələri Türkiyədən gətirmək lazım olacaq, o işlərə birbaşa Talih əmi özü nəzarət eləyək. Demək, əziz izləyicilərimiz, bu aksiya elə başlayan kimi dəyərli xeyriyyətçilərimiz demək, bu aksiyaya dəstək verdi. Belə ki, mən dəstək verən insanların, qardaşlarımızın adlarını sizə açıqlamaq istəyirəm. Hələ ki 5 nəfər adam bu xeyri aksiyasına, həmən bu Rəhim qardaşımızın müalicəsinin güclü şəkildə həyata keçmək üçün Ləmbaran kəndimizin 5 nəfər xeyriyyətçisi bu aksiyaya dəstək verib. İstəyərdim ki, onların adlarını sizlərə açıqlayayım. İnşallah qalan insanlar da kimlər ki açıqlama, kimlər ki dəstək verəcək, kanalımıza sizlərə bu işləri təqdim edəcəyik inşallah. Demək, Məhərrəmov Talih Aydınoğlu 500 manat, Abdullah Mədəd Səmədoğlu 100 manat, Məmmədov Əmirxan Şabanoğlu 50 manat, Hacıyev Fərhad Fərrixoğlu 50 manat, Əlmərdanov Vidadi Bəkiroğlu 50 manat, Süleymanov Vüqar Slavik, yəni ki Kərəmoğlu 50 manat bu aksiyaya dəstək vermişdir. Əziz izləyicilər, vəsait mənim kartımda yığılacaq. Demək, 5 gün içərisində, ola bilər ki 10 gün içərisində, bu ay içində, bir neçə gün içərisində vəsaitləri xahiş edib toplayın.
Bakıda da Talih əmi özü bu işlərə nəzarət edir. Kim də Bakıda dəstək verməsə Talih əmi verə bilər. Siyahın da Talih əmi özü tutsun, xahiş edirəm. Adları, soyadlarını, ata adlarını Bakıda yazsın, vəsaitlərini önündə yazsın. Kimlər də mənim kartıma toplayacaq, dəftər də burada məndə olacaq. Vəsaiti göndərməmişdən əvvəl adınızı, soyadınızı, atanızın adını xahiş edirəm, yazırsınız. Vəsait toplanandan sonra necə ki, bu digər aksiyalarımızda adları, soyadları, ata adlarını oxuyub ictimaiyyətə təqdim edirəm. Bax, necə ki, bu aksiya mənim kanalımda insanlara çağırış olunur. Yekun nəticəni də mənim kanalımın vasitəsilə vəsaitləri bir-bir siyahına oxuyacaq, adları, soyadları, ata adlarını oxuyub siyahına ictimaiyyətə təqdim edib və pulları da çəkilişdən Rəhim qardaşın özünə, ailə üzvlərinə təqdim edəcəyik. Talih əmi ilə bir yerdə. Allah canlarına sağlıq versin, bu xeyriyyəçi qardaşlarımızın ruzilərinə bərəkət versin ki, bu elə iş, çəkiliş gedə-gedə. Demək, axşam qrupda danışırdıq. Dedilər ki, biz artıq bu vəsaiti dəstək vermişik. Elə bunların adlarını mən planlaşdırdım ki, bu aksiya start götürən günü xeyriyyətçilərimizin adlarını çəkim sizlərə təqdim edeyim. Allah Teala ən çətin xəstəlikdən Əyyub Peyğəmbərə şəfa verdi. Allah Teala Azərbaycan ordusuna güc verdi, Qarabağımız işğaldan azad olundu. Allah Teala göydən yağmur indirib, ölü təbiəti dirildib, torpağa can verir. Allah Teala yarattığı bütün ruzilərə, bütün canlılara ruzi verir. Allah ağla gəlməz bəlalardan qorusun sizləri, bizləri, cəmi Həzrət Muhammed ümmətini, cəmi Azərbaycan xalqını. Əziz izləyicilərimiz, Quran-ı Kərimdə Allah buyurur ki, hər kəs xardal dənəsi boyda yaxşı iş görsə, mütləqdir ki, xeyir tərəfinin mükafatını alar. Hər kəs də xardal dənəsi boyda pis iş görsə, mütləqdir ki, pis tərəfinin mükafatını alar. Dünya bizim olsa da belə, milyardlarımız, tükənməz sərvətlərimiz olsa da belə, unutmamalıyıq ki, bir gün nəyimiz var, hamısını bu dünyada qoyub, əli boş ahirətə gedəcəyik. Kəfən də, qəbir də kiməsə qismət ola və yaxud da olmuyor. Gəlin bu ölümlü itimli dünyada biz də bu çətin durumda olan, ağır vəziyyətdə olan xəstələrimizə müalicə alınmasında, astəmətli ailələrin dolanışığında, belə bir xeyriyyə aksiyalarında gözəl bir işlərə imza atağın ki, Allah Teala da ahirətdə bizə bol-bol mükafat versin. Xahiş edirəm bu video linki paylaşın. Hər kəs bu aksiya haqqında məlumat olsun. Mənimlə əlaqə saxlasınlar. Bakıda olanlar da Talih əmi ilə əlaqə saxlasınlar. Rusiyada da Əmirxan əmi oradadır, Fərhad əmi oradadır, Vidadi əmi oradadır. Vüqar qardaşımız oradadır. Hansı məsafətən onlara yaxın olanlarınız varsa, vəsaitlər də Rusiyada orada toplayırsınız. Mənim kartıma göndərirsiniz. Mən də burada Bakıda olan dəftəri də, Talih əmidə olan dəftəri də, Ləmbəranda olan dəftəri də hamısını bir siyahıda qeydiyyata alırıq. Efirdə hər birimizə oxuyuruq. Məsəl üçün, Məmmədov Əmirxan Şabanoğlu, Hacıyev Fərhad Fərruxoğlu, Süleymanov Vüqar Kərəmoğlu, Əlmərdonov Vidadi Bəkiroğlu, Məhərrəmov Talih Adınoğlu. Bu qaydada oxuyuruq. Vəsaitlər də ekranda göstəririk. Şəkillərimizi ekranda qoyuram ki, bax bizim bu xeyriyyətçilərimiz bu çətin vəziyyətdə olan əminin müalicə alınmasında dəstək verir. Kanalımıza da abunə olun, şərh yazın, like edin və paylaşın. Aksiyalarımız davam edir, dəstək verməyə davam edin. Uca olan Allah sizlərə yar olsun, sizlər var eləsin. Xahiş edirəm ki, Allah rızasına, vətən naminə. Rəhim əminin 10 yaşında az yaşlı qızı var. O göz yaşlı qalan körpə balanın gözlərinin yaşı hörmətinə, 10 yaşında olan azdaşlı Naimənin gözlərinin yaşı hörmətinə gəlin bu Rəhim qardaşımızın müalicə alınmasına dəstək verən ki, elə bu qalxsın ayağa, sağ-salamat evinə gəlsin, sağlamlığına qoysun, balasının gözünün yaşları qorusun. Tarix əmi bizim kəndimizin çox aksiyalarını bir ağsaqqal kimi dəstək verir. Talih əminin qohumudur, hamımızın yaxınımızdır. Gəlin əl-ələ verəyən bu aksiyada dəstək verəyən. Uca olan Allah dəstək verəcək insanlardan razı olsun. Əvvəlcədən hər birinizə təşəkkür edirəm. Rəhman və rəhmə olan Allahın əzəli və əbədi xeyir duası daimi üzərinizdə olsun. Mən bu çəkilişdə ürəyimdən çıxış edib danışa bilmədim. Başım gərginlik olduğuna görə aksiyalardan inansız yüklənmişim. Effektli çıxışlar edə bilmədimə görə məni üzrə hesab edin. Əsas odur ki, mən çalışdım ki, mövzunu sizə başa salım. Uca olan Allah sizlərə yar olsun. BMT TV Bəxşiş müəllimin kanalı.
onlayn internet televiziyası və YouTube kanalı təqdim edir. Kanalımızda videolarımızın baxış sayının çox olması üçün kanalımıza abunə olun, bəyənin, şərh yazıb paylaşmağınızı xahiş edirik. Dəyər verdiyiniz və dəstək olduğunuz üçün öncədən hər birinizə təşəkkür edirik. Kanalıma abunə olun, şərh yazın, like edin və paylaşın. Mənə dəyər verən bütün dostlarıma təşəkkürümü bildirirəm.